Xəzərin suyu geri çəkildi. Böyük beton bünövrələr üzə çıxdı. Lənkəranda dəniz geri çəkildikcə sahil boyu beton bünövrələr aydın görünür. 1990-cı illərdə qaldığım bu ərazi hərbi hissənin şəhərciyi olub. Xəzər dənizində su səviyyəsi qalxdığından demək olar ki, bu ərazilər tamamilə su basaraq suyun altında qalmışdı. Son illər Xəzər dənizi geri çəkildiyindən bu ərazidə olan evlərin bünövrələri də, suyun altında olan bünövrələri də üzə çıxmağa başlayıb. Çay daşlarından inşa edilən bu bünövrələrin bir vaxtlar sahil boyu ərazilərdə mövcud olmuş mühafizə səddlərinə və yaşayış evinə aid olduğu ehtimal olunur. Rayonun yaşlı sakinləri bildirirlər ki, vaxtilə bu ərazilərdə hərbi şəhərciyi olub. Burada hərbiçilər olurdu, bunların ailələri zadı, burada onların bağçaları idi. Burada da bu betonlar görsən, burada Qaradok idi, Rusça Qaradok dedilər, onların evləri idi. Bunlar burada yaşayırdılar. Ondan da sonra hardasa bir 50-60 metrədə dəniz o daldaydı. Bu da bu tərəfdə. Xeyli dala çəkilib, baxın da, bir 50 metrə var. Heç olmasa bu daşların yanındaydı. İndi dala çəkilib. Biz balıq tuturduq orada. Qeyd edək ki, Xəzər dənizinin geri çəkilməsindən sonra Lənkəranda sahilboyu ərazilərdə meşə qalıqları da üzə çıxmışdı. Elvin Əkbərov, Fidan Əsədli, Xəzər xəbər.